Türkiye'ye geldikten sonra təəccübləndiğim 10 şey. Part 2 videosuna xoş gəlmisiniz. Qeyd edim ki, mənim ən çox təəccübləndiyim və ən çox məyus olduğum və sizin də məncə təəccüblənəcəyiniz şeyi ən sona saxlamışam. Ona görə də videonu sona qədər izləməyi unutmayın. Herkese salam, mən Röyyan Bayeva. Artıq 5 il olacaq ki, Türkiyədə yaşayıram və Türkiyədə təhsil almışam. Kanalıma da xoş gəlmisiniz. Və videomuza keçə bilərik. Türkiyədə ilk təəccübləndiyim şey burada çay içmə mədəniyyətidir. Çay içmə mədəniyyəti deyəndə nəyi nəzərdə tuturam? Bizdə Azərbaycanda çay necə içilir? Çayın yanında çeşit mürəbbələr, şirniyyatlar, şokoladlar, yəni çayın yanında bunlar mütəmadiyen olur. Amma Türkiyədə bunlar olmur və məni bu çox təəccübləndirmişdi. Türkiyədə restoranlarda, kafelərdə də və ya birinin evinə qonaq getdiyində də çayın yanında sadəcə qənd olur və türklər özləri də çaya 1 və ya 2 dənə qənd atıb, qarışdırıb rəsmən şirin çay edib içirlər. Bilirsiniz ki, Azərbaycanda şirin çay daha çox qəlyanaltıda, səhər yeməklərində istifadə olunur və daha çox da uşaqlar içir. Amma Türkiyədə rəsmən 1 və ya 2 dənə qənd atırlar və 1-2 qənd də həqiqətən də heç o çayı şirin etmir. Yəni o çaya bir şey qatmır əslində qalsa. Yəni bilirsiniz ki, türk çayları da biz Azərbaycanlılara çox acı gəlir və sadəcə bir neçə qəndlə həqiqətən iş düzəlmir, yəni. Ona görə də mən burada yaşadığım müddətdə bir kafedə çay içəcəmsə mütləq bir marketə girirəm ilk öncə. Özümə bir şirniyyat, şokolad alıram və ya kafenin özündə bir tort və ya başqa bir şirniyyat sifariş edirəm. Bununla birlikdə çay içirəm. Yəni kafelerin stollarında da qənd küp şəkəri deyirlər. Qənd əslində çox da az olur. Yəni genel olaraq pesoqlar olur rəsmən və bu həqiqətən məni çox təəccübləndirən şeylərdən biri olmuşdu. İkinci təəccübləndiyim şey budur. Türkiyə kimi böyük bir ölkə, Azərbaycandan geri qalan tərəflərindən biri budur və Azərbaycanda belə bir şey olduğu üçün məncə biz çox şanslıyıq. Bilirsiniz ki, Türkiyə Azərbaycandan qat və qat böyük bir ölkədir. 80 milyondan çox əhalisi var. Türkiyədə asan xidmət kimi bir sistemin olmaması məni həqiqətən çox təəccübləndirir və məncə biz Azərbaycanlılar asan xidmətimizin olduğuna görə çox şanslıyıq və bunun fərqində də olmalıyıq və asan xidmətin qədrini bilməliyik deyə bilərəm həqiqətən. Asan xidmətdə bir çatı altında deyim. Demək olar ki, çox böyük bir qism sənəd işlərimizi, dövlət işlərimizi həll edə bilirik. Demək olar ki, 90, bəlkə də 99% böyük bir qismdə hər şey həll olur. Amma Türkiyədə əlbəttə ki, bu belə deyil. Türkiyədə hər sənəd işinin, məsələn, göç idarəsi olsun və ya notərlər olsun, hərəsi fərqli səmtlərdədir. Hansı şəhərdəsiz ondan asılı olaraq sənəd işinin fərqli bir binası var və hər dəfə olduğunuz şəhərin fərqli bölümlərinə getməlisiniz və məncə bu çox çətin bir şeydir. Həqiqətən 4 ildir burada, bilirsiniz ki, həm də oturum izni alırıq. Oturum izni üçün də biz hər dəfə hər sənəd üçün şəhərin fərqli yerlərinə getmək məcburiyyətində qalırıq və eyni ilə də digər sənəd işlərində də. Ona görə də həqiqətən məncə sizə də deyirəm, Azərbaycanda asan xidmətin olduğu üçün çox şanslıyıq və bunun qədrini bilməliyik deyə düşünürəm. Türkiyədə üçüncü təəccübləndiyim şey isə taksilərin çox baha olmasıdır. Və məncə yenə Azərbaycanda biz Azərbaycanlılar olaraq buna görə yenə Türkiyədən bir addım öndəyik. Çünki Azərbaycanda həqiqətən çox ucuzdur. 1 manata, 2 manata, 5 manata, yəni çox uzaq məsafələri qət edə bilirik. Amma Türkiyədə çox qısa bir məsafəyə belə çox böyük pullar ödəyirik. Bəzən çox qısa bir məsafəyə. Məsələn, misal üçün Azərbaycanda 1 manata, 2 manata gedəcəyimiz bir məsafəni burada 10 manata, 15 manata, 20 manata, hələ ən qısa məsafədən danışıram, gedirik. Yəni bu düz şəhərlərdən də asılıdır. Misal üçün İstanbulda həqiqətən çox bahadır taksilər. Amma misal üçün mən bilirsiniz ki, mən Sivas şəhərində universitet oxumuşam. Sivas şəhərində də İstanbuldan çox da bir geri qalan bir tərəfi yoxdur. Həqiqətən Sivasda da çox bahaydı. Yəni genel olaraq ümumilikdə bütün ölkədə taksilər çox bahadır. Ona görə də taksiyə minmək üçün həqiqətən çox ciddi bir şey olmalıdır ki, siz taksiyə minəsiniz. Amma mən misal üçün Azərbaycana gəldiyimdə də 5-6 ay əvvəl Azərbaycanda da olmuşdum. Demək olar çox yerə 1-2 manat ödəyərək Bakını gəzmişdim deyə bilərəm, yəni. Ona görə də məncə Azərbaycanda taksilər cəhətdən də yenə bir addım öndəyik. Və Türkiyədə təəccübləndiyim 4-cü şey nədir? Bu şəxsən mənim öz şəxsi fikrimdir. Öz şəxsən
mağdur olduğum bir mövzudur deyə bilərəm. Türkiyədə marketlərdə şokolad çeşidi çox azdır. Yəni mən artıq 5 il olacaq ki, Türkiyədə yaşayıram və hər gün artıq mən marketlə girəndə bir yarım saat falan belə şokoladlara dayanıb baxıram və özüm də şokolad, şirniyyat sevən bir insanam. Şokolad tapa bilmirəm. Hər dəfə gedirəm, məcbur oluram artıq birini seçib alıram. Türkiyədə bir də daha çox türk markalarının şokoladlardır. Ona görə də məncə ondan irəli gələrək də şokolad çeşidi çox azdır. Əslində baxıram, nə əksikdir, onu da tam dərk eləyə bilmirəm. Məncə Azərbaycanda həm də rus şokoladları falan da çoxdur. Eyni zamanda Türkiyənin şokoladları da var. Ölkə çeşidliliyi də çoxdur. Yəni ölkələrdən gələn şokolad çeşidliliyi buna görə də çoxdur deyə düşünürəm. Yəni Azərbaycanda bir marketə girərkən şokolad çeşidi çox olur və həqiqətən də böyük bir qismində damaq zövqümə uyğun şokoladlar olur. Amma Türkiyədə həqiqətən şokolad çeşidi çox azdır və bundan mən şəxsən öz şəxsi fikrim olaraq çox mağduram deyə bilərəm. Və gələk Türkiyədə təəccübləndiyim 5-ci nüansa. Türkiyədə sushi və digər bu kimi trend yeməklər və ya trend olan digər şeylər çox bahadır. Yəni əslində digər şeylər deyəndə ağlıma şu an ən bəlirgin, ən böyük sushi gəlir. Çünki Azərbaycanda bilirsiniz ki, biz gənclər sushini çox sevirik və Azərbaycanda həqiqətən də çox ucuzdur. Bəlkə də aranızda yox, sushilər çox bahadır deyə düşünənlər ola bilər. Amma Türkiyəyə gəlin və Türkiyədəki sushi qiymətlərini, sushi restoranlarını görün, məncə sonra buna qərar verin. Yəni həqiqətən burada çox bahadır, porsiyalar da çox azdır. Azərbaycanda sushilər setlər şəklində olur. Nə bilim 30 dənə, 100 dənə, 60 dənə falan və məncə çox uyğun qiymətə yeyə bilirik sushini. Düzdür, bir tık baha yerlər də olur, amma inanın ki, o bir tık baha yerlər belə Türkiyənin yanında çox ucuz qalır. 5 ildən çoxdur ki, burada mən sushi heç yeyə bilməmişəm. Marketlərdə olur, altılı şəkildə satılır və onlar belə bahadır, yəni. Və dadsızdır. Yəni onlara o bahalıqda qiyməti verməyinə də həqiqətən dəymir. Sushi və digər trend yeməklər cəhətdən burada çox geri qalmışıq ki, mən çox sushi sevər birisi olaraq 5 ilə yaxındır ki, Türkiyədə heç sushi yeyə bilməmişəm. Bir dəfə yemək şansım olub və o da çox pis idi. O sushi üçün həqiqətən çox uzun bir yol qət etmişdik ailəmlə birlikdə və çöp olmuşdu da, yəni o gün çöp olmuşdu. Çünki o günü sırf sushi günü olaraq ayırmışdıq və həqiqətən sushi heç yeyə bilməmişdik. Söhbəti toparlamağa çalışıram hal-hazırda. Yəni qısacası sushi və digər ağlıma gəlməyən digər trend yeməklər və ya trend olan şeylər burada həqiqətən çox bahadır. İnsanlar həqiqətən də bu tip şeylərdən geri qalmaq məcburiyyətində olur. Və gələk Türkiyədə təəccübləndiyim 6-cı nüansa. Bəlkə də siz də sinemalardan, seriallardan və ya filmlərdən bunu bəlkə də görmüş ola bilərsiniz. Türkiyədə olan dolmuş mədəniyyəti. Dolmuş nədir burada şəkli qoyuram? Yəni minibüs mədəniyyəti. Məncə həqiqətən də çox səmimi bir nüansdır bu Türkiyədə. Türkiyənin hər şəhərində bu minibüslər yoxdur. İstanbulda misal üçün var və olduqca da çox. Mən Sivasda yaşayırdım. Sivasda minibüslər yox idi. Minibüslərdə pulu həmişə nakit bir şəkildə, nəqd bir şəkildə ödənilir. Çox balaca bir avtobusdur. Dayanacaqlardan asılı olmayaraq hər hansısa bir yerdə yolun tən ortasında belə istədiyiniz zaman minibüsdən düşə bilərsiniz. Və minibüsdən düşmək üçün də düymələr əlbəttə ki yoxdur, düşmək istədiyinizi bəlli etmək üçün. Bunun üçün də minibüsün içində qışqırmalısınız. Yüksək səslə, yəni müsait bir yerdə sözünü işlətməlisiniz ki, müsait bir yerdə sürücü dolmuşu saxlasın və siz düşəsiniz. Bu mənim üçün çox maraqlı idi və hətta ilk başlarda çox utanırdım. Həqiqətən anksiyetəsi olanlar, belə sosial cəhətdən utancaq olanlar məncə bu məni çox yaxşı anlayacaq. Mən ilk başlarda çox utanırdım, deyə bilmirdim. Amma zamanla əlbəttə ki alışırsan və zamanla artıq bunu demək məcburiyyətində qalırsan. Bir digər təəccübləndiyim nüans isə budur. Türkiyədə istənilən bütün mövzularda endirim kampaniyalarının çoxluğu. Həqiqətən burada endirim kampaniyaları inanılmaz çoxdur. Hər şeydə endirim var da, yəni var. Hə, bəlkə də içəriyinə baxsaq nə qədər dərəcədə endirimli olduğu biraz tartışılır bir mövzudur. Amma həqiqətən hər şeydə çox endirim var. 2 al, 1 ödə, 1 alına, 1 bedava, nə bilim 70% falan endirimlər. Həqiqətən burada endirim çoxdur. Yəni hər mövzuda Azərbaycanda, daha çox Bakıda heç bu qədər endirimli məhsullar, endirimli mağazalar heç görməmişdim. Və
faiz endirimi ya da Azərbaycanda misal üçün görürdüm ki, nə bilim, neçəsə qəpik ya da neçəsə 1-2 manat endirimə düşür bəzi şeylər. İndi marketləri nəzərdə tuturam hal-hazırda. Amma burada marketlərdə belə bir alana bir bedava, 3 al 2 ödə, belə şeylər həqiqətən də çoxdur. Və gəldik sonuncu və məni ən çox məyus edən və məncə bu saydığım 10 şey arasında ən önəmli olan və sizi də təəccübləndirəcəyini düşündüyüm o nüansa. Türkiyədə bayramlar əsasən də başlıca Yeni il bayramı. Türkiyədə Yeni il bayramı bizim bildiyimiz kimi qeyd olunmur. Yəni ilk gəldiyimdə hamı şənlik edər deyə düşünmüşdüm, amma həqiqətən burada Yeni il bayramı çox zəif qeyd olunur və çox böyük bir qism də, yəni Türkiyənin çox böyük bir qismi də Yeni il bayramını heç qeyd etmir. Hətta qeyd edənlərə də irad bildirirlər və bu məni çox təəccübləndirmişdi ilk gəldiyim il və indiyə qədər də mən artıq 5-ci ildir ki, burada olacağam. Yəni indiyə qədər 4 Yeni il bayramı burada keçirtmişəm. Həqiqətən çox məyusam. Çünki Yeni il bayramı bir çox Azərbaycanlı kimi mənim də çox sevdiyim bir bayramdır. Eynilə də Novruz bayramı. Novruz bayramı onsuz da digər bir mövzudur. Burada çox az bir qism tərəfindən qeyd olunur, amma həqiqətən də qeyd olunur. İç Anadolu tərəflərdə falan qeyd olunurmuş. Amma bir ölkə bayramı kimi bütün ölkəliklə bilinən bir bayram deyil. Adı bəlkə bilinər, amma adət-ənənələr belə bilinməz yəni. Amma Yeni il bayramı kimi bir ümumdünya bayramı həqiqətən qeyd olunmaması məni çox təəccübləndirmişdi ki, mənim ən sevdiyim bayram Yeni il bayramıdır. Yəni burada Yeni il o dərəcədə keçirdilmir ki, bizdə hər il Yeni il günü biz imtahanlara giririk. Bizim final imtahanlarımız Yeni ilə düşür hər zaman. Yeni il günü heç vaxt tətil olmur. Yəni Yeni ili bayramdan qətiyyən sayılmır da burada. Yəni dövlət Yeni ili bayram olaraq qəbul etmir və Yeni ildə hər kəs işinə gedir, hər kəs məktəbə gedir, universitetə gedir və bizdə 4 ildir ki, artıq mən Yeni il günü imtahana girirəm. Yəni bu cəhətdən də məncə çox motivasiyanı, insan motivasiyası, həvəsi çox ölür Yeni ilə qarşı burada. Hətta sizə çox balaca bir Yeni ilə bağlı bir anımı danışmaq istəyirəm. 1-ci kursda ilk Yeni ilimizi artıq Türkiyədə keçirdəcəkdik rəfiqəmlə birlikdə. Heç bundan xəbərimiz belə yoxdur ki, Türkiyədə Yeni il keçirdilmir, Türkiyədə Yeni ilə heç tətil belə olunmur. Yeni ilə qarşı insanların düşüncələri haqqında heç bir məlumatımız yox idi bizim. Yeni il keçirdilmədiyi üçün biz yataqxanadaydıq. Saat 12-də yataqxanada Yeni ilə girəcəkdik. Çünki sizə bu haqqında ayrıca bir video çəkmək istəyirəm, amma qısaca deyim ki, yataqxanalar saat 11-ə qədər çölə çıxma açıq oldu. Saat 11-dən sonra icazəsiz çölə çıxa bilmərsiniz və ya çöldən içəri girə bilmərsiniz. Yəni yataqxanalara 11-ə qədər artıq hər kəs yataqxanaya girmiş olmalıdır. Biz də həmin günü məcburən saat 11-dən sonra yataqxanadayıq və gecə saat 12-də Yeni ilə yataqxanada girmək məcburiyyətindəydik. Əlbəttə ki, binadan çölə çıxmaq olur, havaya çıxmaq olur. Biz də rəfiqəmlə birlikdə gecə saat 12-də çöldə də qar yağır, yəni qar var. Biz də istədik ki, çölə çıxaq, yəni binanın çölünə çıxaq, heç olmasa havada olaq, çöldə bəlkə keçirdərlər qızlar falan və çölə çıxarkən biz də sevinirik falan, əylənirik, deyib gülürük. Bir də gördük ki, yan otaqlardan qızlar durur bizə baxır və bizə deyirdilər ki, müsəlmansınız ya, günah deyilmi? Belə bir şey demişdilər bizə və biz həqiqətən çox təəccüblənmişdik ki, bu niyə belə dedi yəni falan da. Aşağı düşdükdən sonra da gördük ki, yəni heç kim Yeni il keçirtmir. Bir belə 5-6 dənə qız yallı gedirdi orada. Hə biz də heç olmasa onlara qoşulaq dedik. Onlara da güvənliklər, yəni 10 dəqiqəlik vaxt vermişdilər ki, 10 dəqiqə əylənə və direkt binaya, hərə öz otağına yatmağa da, yəni rəsmən. Və biz həmin gecə şoklar içərisində idik və həqiqətən çox xəyal qırıqlığı. Yəni Yeni il mövzusu da həqiqətən çox ayrı bir videonun mövzusudur. Çünki türklər Yeni ilə biraz başqa dini tərəfdən baxırlar ki, məncə çox yanlış tərəfdən baxırlar. Əlbəttə ki, mən də müsəlmanam. Biz Azərbaycanlıların da 90%-dən çox bir qismi müsəlmandır. Amma məncə onlar çox fərqli bir perspektivdən baxırlar və mən bunu çox da doğru baxmıram. Çünki əgər Yeni ili qəbul etmirsənsə, Yeni il bayramını keçirtmirsənsə, o zaman niyə Yeni il gecəsi sən də digər ilə addım atırsan? Yəni misal üçün indi 2026-cı ildəyik. 2025-dən 2026-ya da keçirsən. Bunu qəbul edirsən tarix
tarix olaraq da. Amma keçirtmirsən. Xristianlıqla əlaqələndirənlər də var, amma bunu çox yanlış anlayırlar. Qısaqıt bir bilgi ilə bunu qəbul edirlər. İsa peyğəmbərin doğum günü bununla əlaqələndirirlər, amma İsa peyğəmbərin doğum gününün yeni illə həqiqətən heç bir əlaqəsi yoxdur. Tarix olaraq da əlaqəsi yoxdur. Dekabrın 25-i də səhv etmirəmsə İsa peyğəmbərin doğum günü, amma o belə əslində dəqiq bir məlumat deyil. Dekabrın 25-i olmaz. Amma məncə bu qədər dərinliyinə getməyə, insanların özünü bu qədər bir qəfəs altına salmağına ehtiyac yoxdur. Yəni bu yeni ili keçirsən, yeni il gecəsi əylənsən, bu günah bir şey deyil. Bu əksinə çox da yaxşı bir şeydir. Əylənirsən, başından o işin, dərslərin, məktəbin, həyatın stresini bir kənara qoyub bir neçə gün əylənməyin heç bir şeyi dini cəhətdən sizə günah sayılmır. Yəni bu həqiqətən də çox uzunca danışa bilərəm bu mövzu haqqında. Və sadəcə bu qədər hər şeyə detayına girməyə gərək yoxdur. Rahat olun, kafanızdan bu şeyləri çıxardın və əylənmənizə baxın. Yəni bu qədər. Yeni ilin türklərlə, türkçülüklə əlaqəsi olan çox böyük nüansları var. Misal üçün şam ağacının bəzədilməsi kimi nüansların kökü də türklərə dayanan bir şeydir. Yəni o dərəcədə. Yəni həqiqətən araşdırsanız çox şey öyrənərsiniz, amma bunu eləmirlər. Bizim də eləyə biləcəyimiz bir şey yoxdur və ya mənim tək başıma bu ölkəyə bu mövzuda bağlı eləyə biləcəyim bir şey yoxdur. Günlük də bu qədər. Sizə Türkiyədə təəccübləndiyim və sizin də həqiqətən fərqinə varacağınız balaca da olsa detalları sizlərə çatdırdım. Videomu bura qədər izləmişsinizsə sizə çox təşəkkür edirəm. Mənə dəstək üçün kanalıma abunə olmağı, şərh bölməsində öz fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Və sizə bunu da demək istəyirəm ki, mən kiməm adlı videom da var. Oradan məni tanıya bilərsiniz. Hansı universitetdə oxumuşam, hansı bölümləri oxumuşam, Azərbaycanda nə edirdim, bura necə gəldim. Bunlarla bağlı bir çox videom var. Türkiyədəki universitetlərlə bağlı videom da var. Türkiyədə universitetə necə qəbul oldum. Yəni bir çox mövzuda videolarım var. Hətta saç rutinimlə bağlı 3 seriyalıq videom da var. Ona görə də kanalıma abunə olmağı və digər videolarımı da izləməyi unutmayın. Hələlik.